Bugünün nağılı Pit və Dadıxmış Moz. Günlərin bir günündə Pit moz yeyirdi. Bizim Pit bətər moz sevər. Moz şirin və dadlı meyvədir. Qabığını soymaq da asandır. Pit hər səhər subanədə bir moz yeyər. Hərdən Pit çərə bəlləsinə də moz qoyar. Ancaq bir gün Pişan bir dadıxmış moz yeyər. Bu moz çox pis dad verər. Pitin ürəyi bulanar. Pitin qarnı sancılanar. O anasına deyər, mən bir daha moz yeməyəcəyəm. Pitin anası yardıma çalışar. O Pitin ən çox sevdiyi çeyiçi bişirər. Moz çeyiçi. Pit ona əl vurmaz. Anası Pitə mozlu xamalı çeyiç bişirər. Pit onu da yeməz. Anası Pitə püstəli mozlu məcun düzəldər. Pit deyər, yox ana, əllərin ağrımasın. Onların yerinə Pit turş limonu dənəyər, dənəmək, imtahan eləmək. Limu moz kimi sarıdır. Pit dadına baxar. Vay, limu çox turşdur. Sonra Pişan bir şor xiyarı dənəyər. Şor xiyar moz kimi uzundur. Pişan şor xiyarın dadına baxar. Turş lumuya görə daha yaxşıdır. Ancaq moz kimi yaxşı deyil. Pit bir portağal dənəyər. Portağalın qabığı da moz kimi soyulmalıdır. Portağal şirindir, ancaq çox suludur. Pitin əllərini yapışqan eləyir. Pit balıq, alı, düyü, sosis, qarpız və arpa çörəyini dənəyər. Pit hamısını yeyər. Onun moz üçün da yeri qalmaz. Sonra böyük yarış vaxtı yetişər. Sizcə Pit sübhanəsinə nə yeməlidir? Yarış, müsabiqə. Şor xiyar? Yox. Pit sübhanəyə şor xiyar yeməz. Sosis? Yox. Pit dünən şama sosis yeyib. Turş limu? Day bu da olmaz. Pitin göylü bir moz istəyir. Moz dadlı və faydalı bir meyvədir. Moz ən yaxşı sübhanədir. Pit meymundan soruşar, bir ayrı mozun da var. Meymun cavab verər, əlbəttə ki varımdır. Mozun qabığını yavaş-yavaş soyar. İçi qəhvə deyil, dadıxmış da deyil. Pit balaca bir diş vurar. Çox yeməli mozdur. Bu moz dünyanın ən yaxşı mozudur. Pit sübhanəsini kamil yeyib və yarışı qazanar. Bizim Pit moz dəlisidir.